Ağstafa rayon icra hakimiyyəti aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə evlərin təmiri üçün tikinti materiallarının alınması ilə bağlı müsabiqə elan edib. Layihə çərçivəsində ağır vəziyyətdə olan evlərin təmir edilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması planlaşdırılır. Satın alma çərçivəsində sement, taxta materialları, metal dam örtüyü, mismar və qum kimi tikinti materiallarının alınması planlaşdırılır. Bu materiallardan aztəminatlı ailələrin evlərinin dam örtüyünün yenilənməsi, döşəmə və digər tikinti işlərinin aparılmasında istifadə ediləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində yeni kadr təyinatı olub. Çinarə Fətəliyeva Aynanın İnsan Resursları Departamentinin direktoru vəzifəsinə təyin olunub. Qeyd edək ki, Çinarə Fətəliyeva yeni təyinatadək aqrar sənaye sektorunda fəaliyyət göstərən Agrodeyr şirkətində insan resursları əməliyyatları və ekspertiza mərkəzinin rəhbəri vəzifəsində çalışıb.